Dostlar, bugün sizlere güvenin sonuncu sınağı olan sınaq 15'in ədəbiyyat suallarının izahını vereceğim. Başlayaq sınaq 11'dən, sınaq 61'dən. Cəlil Məmmədquluzadənin Anamın kitabı əsəri ilə bağlı cədvəlin doğru olması üçün hansı cümlənin yeri dəyişilməlidir? Doğrudura baxaq. Mirzə Zeynal yalnız xeyriyyə cəmiyyətində dil məsələsinə etiraz ilə yadda qalır. Bəli, Mirzə Zeynal deyir ki, ana dilində danışın. Bu doğrudur, amma yanlışı istəyir ki, yeri dəyişdirəcək. Ona görə bu doğrudur, yerində işlənib. Özlərini senzura eyni soyadla təqdim etmələri qardaşları birləşdirən yeganə cəhətdir. Biz bilirik ki, özlərini eyni soyadla yox, hansı ölkədə təhsil almışlarsa sonluqları, soyadlarının sonluqları ona uyğunlaşdırılmışdı. Ona görə bu yanlış fikirdir. Götürəcəyik. Mirzə Məhəmmədəli lüğətə yazılan bərklikdə cəvahiratın heç biri almaza bərabər deyil cümləsini doğru hesab etmir. Bu doğrudur. Yanlışdır da isə deməli doğru fikir olsun ki, biz bunun yerini dəyişdirə bilək. Qardaşların heç birində ana dilində olan bir kitab tapılmır. Bu doğru fikirdir. Bəli, hər biri öz təhsil aldığı ölkənin dilindən mənsubu idi kitabları. Ona görə doğrudur. Deməli yanlış da verilib, uyğunsuzdur. 2-4-ün yeri dəyişilməli idi. Cavab olur Y variantı, amma digərlərinə də baxaq. Səməd Vahidin lüğətə yazmaq üçün təqdim etdiyi nümunə Rüstəm bəyin xoşuna gəlir. Bu yanlışdır, yanlış da verilib. Hər üç qardaş mənasız işlərlə məşğul olan anların qarşısına etiraf edir. Bunu yalnız Rüstəm bəy deyir. Hər üç qardaş demir. Ona görə də cavab olur Y variantı. 62. İsmail Şıxlının Namə Gülləsi əsərində Kərəm Niftalının ölümündən sonra hansı addım atmağa qərar verir? Niftaliyə güllə atan mürşidi öldürməyə, xeyr, deyir elə onu onsuz da Niftalının öz qohumları cəzasını verəcək. Dəstəsi ilə birlikdə cənazəni kəndə aparmağa, bəli, bu qərar alınır. Gözləmədiyi hadisədən sonra yenidən dağlara qayıtmağa, belə fikir səhvdir. Hadisəni Niftalının qohumlarından gizli saxlamağa, səhvdir. Mürşidi aparıb Niftalının qohumlara təhvil verməyə, bu da səhvdir. Onsuz da deyir, özləri tapacaqlar. 63. Seyid Əzim Şirvanının Qafqaz müsəlmanlarına xitab şeirindən seçilmiş misralara aid cədvəldəki doğru fikirləri müəyyənləşdirin. Bir bəladır bu dərdi nadani ki, onun elm olubdu dərmani. Nadanlıq adlı bəlanın çarəsi göstərilmişdir. Bəli, çünki deyir ki, elm olubdu onun dərmanı göstərilibdir. Xalq arasında az da olsa başa düşənlərin olduğu deyilir, yanlışdır. Dərdimizdir bu dərdi nadanlıq ki, tutubdur bizi pərişanlıq. Yəni, burada artıq nadanlığın nəticəsi verilibdir. Bəli, nadanlıq adlı bəlanın nəticəsi göstərilib ki, nəticəsi nə olur? Pərişanlıq. Doğrudur. Digər xalqların inkişaf etməsi vurgulanır ki, yanlışdır. Hər ikisində də nadanlıq var. Yəni, elmsizlik mövcudluğu xatırlanır. Doğru fikirdir. Cavab olur 1-3-5. Anarın keçən ilin son gecəsi əsərindəki Həmidə surəti ilə bağlı fikirlərdən hansılar doğrudur? Qonşusu Həmidədən söhbət gedir. Xarakterinin əsas cizgiləri Həmidə obrazı əsas obrazımızdan söhbət gedir. Xarakterinin əsas cizgiləri Səkinə ilə dialoqda açılır. Səkinə idi qonşumuz. Xeyr, əsas cizgilər Səkinə ilə dialoqda açılmır. Çünki Səkinə ilə yalnız ötən günləri, yəni ötən xatirələrdən danışılır. Qarşılaşdığı çətin anların öhdəsindən Qəzənfərin səsinə qulaq asıb təskinlik tapmaqla gəlir. Bu yanlışdır. Nəyə görə yanlışdır? Çünki o Qəzənfərin səsinə hər dəfə, yəni çətinə düşəndə qulaq asmırdı. Hətta orada vurgulanır ki, yəni ilk dəfə idi ki, uzun müddətdən sonra Qəzənfərin səsinə qulaq asırdı. İnanır ki, övladları yanında olmasalar da ürəkləri anaların yanındadır. Bəli, doğrudur. Onun dilinə şifahi ədəbiyyat nümunələri verilmişdir. Bəli, laylalar verilmişdir nəvəsini yatırdanda. 3-4 C variantı. İvan Krılovun ağac təmsilə bağlı fikirlərdən hansılar doğrudur? Kəndli müdrik insanları təmsil edən sürətdir. Yəni, müdrik demək yanlışdır. Sonra güc birlikdədir. Atlar sözü təmsildən çıxan ideya kimi götürülə bilər. Bəli, orada yəni güc birlikdədir deyən nə nəzərdə tutulur? Çünki ətrafdakı ağaclar kəsilməsəydi, həmin ağac da məhv olub getməyəcəkdi. O digər ağaclar onu qoruyacaqdı. Bəli, kərgədən və qarışqa təmsilində olduğu kimi burada da yalnız qeyri-insani varlıqlara yer verilmişdir. Xeyr, burada kəndli obrazı var. Ona görə yanlışdır. İlan paxıl həqiqəti gizlədən insandan ümumiləşdirilmiş sürətdir. Xeyr, ilan əslində burada həqiqətləri deyir.
Tələsik qərar verməsi ağacın faciəsinə səbəb olur. Bəli, doğrudur. Cavab olur C variantı. Baxaq 66-cı suala. Səməd Vurğunun Azərbaycan və ananın öyüdü şeirlərlə bağlı diaqramın heç bir xanasına yazıla bilməz. Qarabağın və Qarabağ şikəstəsinin adları çəkilmişdir. Bu Azərbaycan şeirinə aiddir. Ona görə olmaz. Yəni birinə yazılarsa səhvdir. Gərək nə Azərbaycan, nə ananın öyüdü, nə də ortaq olsun. Ana və vətən mövzuları eyniləşdirilmişdir. Bəli, ananın öyüdünə aiddir. Ona görə olmaz. Xalqın iki yerə parçalanması münasibət bildirilmişdir. Bu heç birinə aid deyil. Ona görə cavabımız C-dir ki, heç bir xanaya yazıla bilməz. Oğlunu cəbhəyə yola salan ananın tövsiyələri var ki, ananın öyüdündədir ki, atını təmiz saxla, silahını təmiz saxla, atını tumarla. Ana qəlbinin böyüklüyü qarşısında heyranlıq dilə gətirilmişdir. Bəli, bu da ananın öyüdünə aiddir. 67. Nizami Gəncəvinin İskəndərnamə poemasına aid diaqramdakı səhv fikirləri müəyyənləşdirin. Şərəfnamə və İqbalnaməyə aid olanlar verilibdir. İskəndər vətənini tərk edib başqa yerlərə gedir. Bu bir, hər ikisində də var. Yəni İqbalnamədə də səfərə çıxır, Şərəfnamədə də deməli ortada verilməli idi, səhvdir. Biri götürəcəyik. Qadın hökmdar surəti canlandırılmışdır. Bəli, Nüşabədən söhbət gedir ki, yalnız Şərəfnamədədir. Bu doğrudur. İskəndər döyüşməli, qan tökməli olur. 3 hər ikisinə də aiddir. Doğrudur. İskəndər elmin yayılması üçün işlər görür ki, bu İqbalnaməyə aiddir. Doğrudur. Niqumaşla bağlı epizodlara yer verilmişdir. Bu da təbii ki, əvvəldədir, Şərəfnamədədir. Yanlışdır. 1-5. İlyas Əfəndiyevin Xurşudbanu Natıvan əsəri ilə bağlı cədvəldəki doğru fikirləri müəyyənləşdirin. Deməli, cədvələ nə verib? Əsərdə toxunulan məsələ verib. Sonra buna yanaşan sürətlər, eyni cür yanaşan sürətlər. Deməli, Azərbaycan dili xüsusi imkanları olan vacib dildir deyən, dilimizi, gözəlliyini vurğulan Tervahanla Xurşudbanu idi. Bu doğru fikirdir. Azərbaycanlılara qarşı istifadə etmək üçün Azərbaycanlılardan istifadə etmək lazımdır fikrini qala rəisinə aid etmək olar. Amma Mixaylova aid edə bilmərik ki, Mixaylov satqın obraz deyildi. Cənubda Azərbaycanlara zülm olunur. Orada vəziyyətləri ağırdır. Bəli, daha çox Cənub Azərbaycan zülm gördüyünü Seyid Hüseyn və Muradalıdan öyrənirik. Doğrudur. Böyük şairlərin yetişməsində əsas rolu xalq oynayır. Bəli, bunu Xurşudbanuya aid edə bilərik, amma Şəhzadə ilə xalq düşməni biri idi. Ona görə də cavab olur 1-3. 69. Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin forma xüsusiyyətlərini. Baxın, diqqətli olun. Forma da deyə bilər, məzmun da deyə bilər. Elə forma xüsusiyyətlərini gördüksə, deməli məzmun xüsusiyyətlərini çıxarsınız. Tərənnüm obyekti üç rəngli bayrağımızdır, məzmundur, götürmürük. Bayrağın kölgəsi düşən yerin belə öpməyə layiq olduğu məzmunu aiddir. Şeir 4 misralı bəndlərdən təşkil olmuşdur, formasıdır. Bayraqdakı ulduz gözəl pəriyə bu məzmunu ilə əlaqəlidir. Hecə vəznində olan şeirdə rədifdən istifadə olmuş forması. Cavab olur 3-5. Əsərlərin birində remarkadan istifadə olunmuşdur. İntiqam bilirik ki, hekayədir. Remarkadan nə zaman istifadə olunur? İlk öncə buna baxaq. Dramatik növdə. Dramatik növdə, yəni dram janrında və dramatik növə daxil olan janrlardan yazılan bir əsər tapmalıyıq variantlarda. Yəni İntiqam bilirik ki, hekayədir, epik növdə yazılıb. Remarka yoxdur. Vətəndaş lirik növdə yazılıb, lirik növdə yenə remarka yoxdur. Əskər məktubu lirik növdə yazılıb, yenə remarkadan istifadə olunmayıb. Qurbanəli bəy novelladır, yenə epik növdür. Remarka yoxdur. Özümüzü kəsən qılınc dramatik növdədir və remarkadan istifadə olunub. 71. Məmməd Hüseyn Şəhriyarın Türkün dili qəzəlinə aid edilmiş fikirlərdən hansı doğrudur? Türk folklorunun dünyada tayı olmadığı qeyd olunur. Bəli, doğrudur. Cavab elə olur A variantı, amma digərlərini baxaq. Yalnız dil mövzusuna toxunulan şeirdə ictimai mətləblər də danışılmır. Səhvdir. Şair olmaq şeirə maraq salmaqla başqa millətlərin şeiri ilə maraqlanmaqla əlaqələndirilmişdir. Şair olmaq şeirə maraq salmaqla və başqa millətlərin şeiri ilə maraqlanmaqla əlaqələndirilmiş səhvdir. Belə bir şey yoxdur. Şeirdə söz günəşə, qızıla, dəryaya bənzədilir ki, səhvdir. Ötməz, oxumaz, bülbülü salsan, qəfəs içirə misrasında dilimizin ahəngdarlığı bülbül səslə müqayisə edilmişdir.
Əslində misranın tərkibində görülür ki, yəni bülbülün qəfəsin içinə salanda oxumaz. Bu mənanı bizə verirsə, deməli burada bülbülün ahəngdarlığı, dilimizin ahəngdarlığı müqayisə olunmayıb. Bu da yanlış fikirdir. Cavab olur A variantı. 72. Molla Pənah Vaqifin hayf ki yoxdur qoşmasını pəri qoşmasına fərqləndirən xüsusiyyət. Bəndlərdən rədifdən istifadə olunması bu hər ikisində də var. Hayf ki yoxdur da rədifdir, pəri də rədifdir. Hamının, yəni fərqli xüsusiyyət deyil. Hamının tanıdığı el gözəlindən bəhs olunub. Bu yalnız pəriyə aiddir ki, hayf ki pərini hayf ki yoxdurdan fərqləndirir. Yəni hayf ki yoxdurun fərqi deyil. Tərənnüm obyektinin digər varlıqlara müqayisə olunması. Tərənnüm yoxdur ümumiyyətlə hayf ki yoxdur da. Çünki ictimai lirikadır. İctimai fikirlərə yer verilməsi bəli, çünki yalnız hayf ki yoxduru, hayf ki yoxdur qoşmasına aiddir. Pəridə ictimai fikirlərə yer verilməyib. Müxtəlif təbiət gözəlinin tərənnüm olunması da heç birinə aid deyil. 73. Hansı fikir Hüseynovun Zəhər hekayəsində Daşdəmirin mövqeyinə uyğun gəlir? Hörmət qarşılıqlı olmalıdır. İşi düşən adamın üzünə gülməlisən. Bəli, elə A variantıdır ki, orada Mir Qasıma deyir ki, elə bilirdim mən sənə boşu-boşuna hörmət edirdim. Sənə işim düşürdü ona görə. Təbiət əsasdır. Onu deməli rüşvət verdiyini vurğulayırdı orada. Deyir ki, təbiət əsasdır. Onu qorumaq üçün qurbanlar verilə bilər. Daşdəmir təbiətə dəyər vermirdi, onu qorumurdu. Vəzifə ötəridir. İnsanın dəyəri onun düşüncələrlə ölçülür. Xeyr, yanlışdır. Daşdəmirə aid deyil. Bütün insanlar qayğı və köməyə layiqdir ki, Daşdəmirə aid deyil. Güldüyü mütləq başına gələcək. Belə bir fikir də Daşdəmirə aid deyil. 74. Hansı fikirlərlə dilbəl sürətinə aid klassi doldurmaq mümkündür? Geyimi və əhvalı arasında təzad yaradılmışdır. Xeyr, geyimi və əhvalı vəhdət təşkil edirdi. Ona görə bir dil olanları çıxırıq. Hadisələr, duyğu və düşüncələr ona müraciətlə danışılır. Bəli, doğrudur. Repressiya qurbanı olan minlərlə ziyalının həyat yoldaşının taleyini yaşamışdı. Bəli, doğrudur. Onun müəllifi qınaması, günahlandırması ortalığa dərin sükut çökməsi səbəb olur ki, o müəllifi qınamır, günahlandırmır. Əsər onun müəllifin evinə gəlməsi ilə başlayır. Bəli, doğrudur. 2-3-5 C variantı. Baxaq 75-ə. Ağıllı uşaq nağılında xanın kənd sakinlərinin qarşısına qoyduğu tələblərə aiddir. Nələrə aiddir? Xanın ən sevdiyi heyvanın hansı olduğunu tapmalıdırlar. Bəli, bu bir. Göndərilən almaların yaşlarını tapmalıdırlar. Bəli. Neçə illik olduğunu tapmalıdırlar. Zindana salınan qozularla bağlı tələb irəli sürməməlidirlər. Xeyr, belə bir fikir yox idi, belə bir tələb qoymamışdı xan. Xanın yanına elə adam göndərməlilər ki, xan ona aşağıdan yuxarı baxmalıdır ki, bəli, 1-2-4 elə cavab. Görünüşcə eyni olan atların yaşlarını tapmalı. Bu atın yaş məsələsi burada deyildi. O dərəcə şagirdi Əhməddə idi. 1-2-4 A variantı. 76. Mirzə Fətəli Axundzadənin əsərlərindən seçilmiş sürətlərdən hansı səhv təqdim olunmuşdur? Müəllif onun təhsil aldığı yerlər haqqında məlumat vermişdir. Yusif Sərracın bəli, təhsil aldığı haqqında məlumat alırıq. Doğrudur, yəni çıxırıq, səhv lazımdır bizə. Hətəm xan ağa həyata baxışında məhdud cəhətləri təqdim olunmuşdur. Bəli, orada firənglərlə, yəni fransızlarla Azərbaycanlıları müqayisə eləyir. Bu onun məhdud dünya görüşünü bizə göstərir. Mövlana Cəmaləddin Yusif Sərracın əmri ilə Əlk qalasında zindana salınanlardandır. Bəli. Məstəli Şah Müsyo Jordanla dialoqda hər iki sürətin daxili aləmi üzə çıxır. Biz bilirik ki, Müsyo Jordanla ümumiyyətlə Məstəli Şah üz-üzə gəlmir. Düzdür, konfliktdə verilən obrazlar bunlar olsa da, əsər boyu üz-üzə gəlib, yəni kəlmə də kəsmirlər. Necə dialoq ola bilər? Ona görə yanlışdır. Şərəfnisə iştirak etdiyi əsərin yumoristik tənqid hədəflərindəndir ki, bəli, Şərəfnisə idi, Şəhrəbanu idi. Bunlar yumoristik tənqid hədəfinə tutulan sürətlərdir. 77. Cədvəldəki doğru fikirləri seçin. Ümidsizliyə düşüb çarəsiz qalır və onun səbəbi verilibdir. Görək harda doğrudur.
Cahangir obrazından söhbət gedir. Müsbət Fəxrəddindəki Cahangir. Fəxrəddin Almaniyadan gəldikdən sonra Səadətin qəlbinə yol tapa bilməyəcəyini başa düşür. Bəli, burada bir ümidsizliyə qapılırdı və çarə axtarmağa çalışırdı. Hacı Zeynalabdin. Dindarlar, qoçular qız məktəbinin açılmasına etiraz edib bunu dinin əlindən getməsi kimi qələmə verirlər. Tamam, səbəbi ümumiyyətlə Hacı Zeynalabdin çarəsizliyə, yəni ümidsizliyə düşmür. O, yəni heç vaxt getdiyi yoldan əmindir və orada hər hansı ümidsizliyə düşmür. Ona görə də bu fikir səhvdir. Məlik Dövlə, ümid yeri olan şəhzadə öldürülür. Bəli, şəhzadə öldürülən sonra hətta öz canına qıymağı istəyir ki, yəni tamamilə əlini üzür hər şeydən, ümidsizliyə düşür. Növhəl, döyüşdü Leylinin qəbiləsinə məğlub olur. Səhvdir ki, qalib gəlir. Yəni ümidsizliyin səbəbi əslində bu deyildi. Düzdür, birincidə məğlub olur, amma ikinci döyüşdə qalib gəlir. Onun əsas ümidsizliyinin səbəbi Məcnunun dərdinə baxır ki, artıq çarə edə bilməyəcəyini anlayır, başa düşür. Kənd cəmaatı xanın sualları qarşısında aciz qalır. Əhməd. Təbii ki, bu da səhvdir. Kənd cəmaatı xanın sualları qarşısında aciz qalır. Yəni burada Əhməd ümidsizliyə düşmür axı. Əhməd çarə axtarır və çarəni də təbii ki tapır. Ona görə də cavab olur 1-3. Məhəmməd Füzulinin qəzəlləri haqqında fikirlərdən hansı doğrudur? Söz və məni candan usandırdı qəzəlləri eyni bəhərdədir, səhvdir. Məni candan usandırdı həzət, söz, rəməl. Söz qəzəlinin sonunda müəllifin adına və ya təxəllüsünə yer verilməmişdir. Ümumiyyətlə, qəzəldən söhbət gedirsə, təbii ki, yer verilir. Məni candan usandırdı qəzəlində səbirli olan istəyinə çatar ideyası təbliğ olunmuşdur. Burada sonda qovuşma yoxdur. Yəni sonda aşiq istəyinə çatmır. Yəni belə bir fikir də deyə bilmərik. Söz qəzəlinin lirik qəhrəmanı sözü ilə fələkləri lərzəyə gətirdiyini bildirmişdir. Belə fikir ümumiyyətlə yoxdur əsərdə. Səmimilik, cəfakeşlik və sədaqət məni candan usandırdı qəzəlində lirik qəhrəmana aid xüsusiyyətdir. Bəli. Səmimilik var idi, cəfakeş idi və sədaqətli idi. Y variantı. 79. Gələcək gün əsərindən seçilmiş hansı hadisənin səbəbini müəyyən etmək mümkün deyil. Səbəbini tapa bilmərik. Firidunun ailəsinin Azərşəhəri tərk etməsinin səbəbi var idi ki, ərbab qovmuşdu, məcbur idilər tərk etməyə. Firidunun Qurana and içdirilməsinin, çünki dərs pozulmuşdu, Musa kişini cəza verilmişdi, məcbur idi ki, yəni and içsin, onu boynuna almışdı, dərzi pozduğunu. Firidunun Tehrana qayıtdıqdan sonra orada qalmamağının səbəbi Tehrana qayıdır və görür ki, müəllimi yoxdur. Müəllimi vəfat etmişdi, rəhmətə getmişdi. Ondan sonra əlacsız qalıb, orada qala bilmir, geri qayıdır, həm də pula ehtiyac duyurdu, işləməli idi. Hikmət İsfahaninin qonaqlarını da kəndə gətirməyinin səbəbi bilinmir. Hikmət İsfahani kənddə vəkil olması üçün məhz Kürd Əhmədi seçməsi. Yəni Kürd Əhməd seçdiyini vurğulayır, amma nəyə görə onu seçdiyi vurğulamır. Səbəbini bilmirik. 80. Hansı fikir Kitab-ı Dədə eposuna seçilmiş hər üç surətə aid edilə bilər? Qara Günə, Burla Xatun və Uruz surətlərini verib bizə. Düşmən əsiliyində olurlar. Burla Xatun, Uruz. Yəni Qara Günə olmur. Oğuz elindən kənarda düşmənlə vuruşurlar. Bəli, hər üçü də vuruşur. Burla Xatun da vuruşur, Uruz da, Qara Günə də. O aiddir. Düşmən bayrağını qılınclayıb yerə salır. Burla Xatun və Qara Günə. Uruz qılınclamır. Təpəgözlə döyüşdə iştirak edir Qara Günə. Burla Xatun, Uruz bu boyda yoxdur. Şöşlü Məliklə diyaloqda iştirak edirlər. Bu da təbii ki, Qara Günə iştirak etmir. Ona görə cavab olur B variantı. 81. Süleyman Sani Axundovun Nürəddin hekayəsinə aid edilmiş hansı suallara əsərdə cavab tapmaq mümkün deyil? Gülpərinin gəlməsindən sonra digər qulluqçular çıxıb getdiyi halda Baharın qalması səbəbi nə idi? Təbii ki, Nürəddinə görə qalırdı. Bunun səbəbi bəllidir. Ona görə biri çıxırıq. Hacı Nəsirin İmamverdini tanıması hansı hadisədən sonra olmuşdu? Bunun səbəbi verilməyib. Yəni cavab tapmaq mümkün deyil. Bunun cavabını verə bilmərik. Çünki yoxdur. Rəhim Nürəddin üçün hədiyyə gətirdiyi kitabı kimdən almış? Yəni Rəhim onsuz da hədiyyə vermişdi bunu Hacı Nəsirə. Amma kimdən aldığını, Rəhimin də kimin tərəfdən alındığı bəlli deyil. Nürəddin evdən qaçdıqdan sonra kim ona kömək etməyə söz verir?
Burada ona evdən qaçandan sonra bir dilənçi var. Dilənçi ona kömək eləyir yol göstərmək üçün. Ona görə buna cavab tapa bilərik. İmamverdi niyə qızının Əmraslanla ailə qurmasına razı olmurdu? Çünki Əmraslan düzgün bir insan değildi. Bunun da səbəbi verilibdir. Ona görə cavab olur C variantı. 82. Cəfər Cabbarlının yaradıcılığı ilə bağlı fikirlərin hansılar doğrudur? Hər üç ədəbi növdə əsərləri var. Bəli. Həm lirik, həm epik, həm də dramatik növdə yazmışdır. Dramatik növdə əsərlərini həm nəzm, həm nəsrlə yazmışdır. Ümumiyyətlə, Cəfər Cabbarlı həm nəzmdə, həm nəsrdə yazıb. Amma burada bizə nə vurğulayır? Dramatik növdə deyir əsərləri. Dramatik növdə əsərləri yalnız nəsrlə yazılıb. Ona görə də 2 səhvdir. Od gəlin əsərində işğalçılarla mübarizə aparan Elxan sürəti yeri verilmişdir. Doğrudur. Görməkdəyəm, İltil get, unudulmaz yarı müəllifin satirik şeirləri sırasındadır. Doğrudur. Okteylov müəllifin teatr mövzusunda yazılmış yeganə əsəridir demək səhvdir. 1, 3, 4 cavab olur D variantı. Həmzənin Qıratı qaçırması qolundakı Koroğlu dastanında, yəni dəyirman səhnəsi ilə bağlı fikirlərdən hansılar doğrudur? Burada Həmzə istəyinə nail olur, Qıratı ələ keçirir. Bəli, min cür fəndlə Qıratı ələ keçirir. Dəyirmançının inatkarlığı Həmzənin burayla bağlı planı pozur. Yəni yazıq dəyirmançı nə inatkarlığı var ki orada? Yox. Koroğlu Həmzənin ardınca Toqata getməyə qərar verir. Elə oradaca yola düşür. Xeyr, o geri qayıdır Çənlibelə. Sonradan yola düşür. Koroğlu Həmzənin Hasan Paşa tərəfindən göndərdiyini burada öyrənir. Bəli, Həmzənin dilindən eşidirik. Həmzənin Toqatda dediyi söz dəyirmandakıdır cümləsi də burada verdiyi vədlə bağlıdır. Bu da doğru fikirdir. Cavab olur 1, 4, 5. Nümunədə işləmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. Saraldı töküldü yarpaqlar yerə, çinarlar quşların sirli dünyası. Çinarlar bənzəyi xırda şəhərə, evləri çalağan qarğa yuvası. Baxın, çinarlar görürük. Nədir bu? Anafora. Saraldı töküldü yarpaqlar yerə. Çünki təsvir ifadə dediyi üçün rahat şəkildə seçə bilərik. Söz sırası pozulub, inversiya var. Çinarlar bənzəyər xırda şəhərə. Burada bənzətmə də var təbii ki, təşbih. Olur 2, 4, 6. Hüseyn Cavidin İblis əsərindən seçilmiş hadisələrin ardıcılığında boş buraxılmış hissələrdən heç birini artırıla bilməz. Yəni, düzgün olmayanlar seçəcəyik. Deyir ki, indi ardıcılıq belə başlayır. İxtiyar Arifə irad tutur, bu gedişlə özünü məhv edəcəyini deyir. Deməli, bununla Vasif türk dünyası mədəniyyətlə ucalmalı olduğunu deyir. Bəli, mədəniyyət, yalnız mədəniyyət ifadəsini deyir. Bununla bunun arasında nə artırıla bilər? Arif Rəna ilə rastlaşır. Bəli, ixtiyarını irad tutmasından sonra Arif Rəna rastlaşır. Bura yaza bilərik. Sonra İbn Yəmin Elxanın əlinə keçir. Vasifin türk dünyası mədəniyyətlə ucalmalı olduğunu deyir və İbn Yəmin Elxanın əlinə keçir. Yəni, bu aralığa nə artıra bilərik? Arif Rənaya silahı və qızılları olduğunu deyir. Bəli. İkini də bu aralıqdır. Çünki Rəna silahı və qızılları olduğunu deyəndən sonra İbn Yəmin Elxanın əlinə keçir. Bəli, bu hissə var idi. İblis ilk dəfə Arifin gözünə görünür. Bu üçü gətirib ən başa qoya bilərik. Deməli, bu aralığa aid olmadı 3. Götürəcək 3-ü. Mələk insaf qalmadığını, insanın iblisə uyduğunu deyir. Bu 4 yenə də əvvələ gəlir. Mələk çünki əvvəldə danışır. Ona görə 4 də bu aralığa aid deyil. Sənsin bu cinayətlərə bais deyən insan iblisi günahlan. Bu da ən sona. 5-i də ən sona yaza bilərik. Deyirsiniz, yenə aralığa aid olmadı. Deməli oldu 3, 4, 5. Mir Cəlalın Vətən yaraları əsəri ilə bağlı fikirlərdən hansıları səhvdir? Əsər qələbə ilə bitən döyüşün sevincin təsviri ilə başlayır. Qələbə ilə bitən döyüşün sevincin təsviri ilə başlamır axı. Yaralanma ilə, əsgərin yaralanması ilə başlayır. Ona görə bir səhvdir. Evə yollanan əsgərin təntənə ilə qarşılanması insanın əsgərə ehtiramını göstərir. Evə yollanan əsgəri təntənə ilə qarşılamırlar. Sadəcə onu ziyarətə gəlirlər. Qarşılama mərasimi keçirilmir. Hətta evə gəlir, qapı da bağlı idi. Anası belə evdə yox idi. Hekayənin qəhrəmanı dostlarına görə ona təklif olunan vəzifədən imtina edir. Bəli,
O deyir ki, ona təklif olunan vəzifə var idi ki, o dostları ilə qalmaqdan yana bundan imtina eləyir. Bu doğru fikirdir. Bədbin sonluqla tamamlanır. Səhvdir, yəni götürəcəyik. Hekayədəki hər üç əsgərin yaralandığı deyilir. Bəli, hər üçü də yaralanır. Cavab olur 1, 2, 4. 87. Burada görürük ki, Venn diaqramı verilib. Oktayloğlu'nun Sevər obrazı, ana əsərindən də İsmət obrazını müqayisə edəcəyik. Baxaq. Onun çarəsizliyinə görə ailə üzvlərinin biri imtina etdiyi işlə razılaşmalı olur. Bəli, bu kim idi? Sevərə görə, yəni onun Sevərin çarəsizliyinə görə Oktay Səməd Xaspoladın təklifini qəbul edir. Deməli nə olur? 1-ə A. Ailə üzvlərinə laqeydliklə ittiham olunur. Yəni heç biri ailə üzvlərinə laqeyd deyildi. Dramatik növdə olan əsərdəki surətdir. Yəni hər iki əsərdə bilirik ki, ana əsərdə və Oktayloğlu əsərdə dramatik növdə yazılıbdır. Ona görə 3-cəyə gedir. Qərbin dostu olmaz adlı sözlə onun həyatını ümumiləşdirmək mümkündür. Belə bir fikir heç birinə aid eləyə bilmərik. Barmağındakı üzüyü göstərib vədinə sadiq olduğunu bildirir. Bu da təbii ki, İsmət idi ki, Orxana bildirir bu məsələni. Ona görə də olur 1A, 2-yə, 3-cə. Situasiyada baxaq. Bunu artıq oxumuram, özünüz oxuyarsınız. Dayandırıb videonu oxuyarsınız. Sonra cavablarını yazıb və mənim də cavablarımla müqayisə eləyərsiniz. 88-ci sualda nə deyir? Mətnin və Ernest Hemingway'in Qoca və Dəniz əsərinin məzmunlarının müqayisəsinə əsasən hazırlanmış cədvəli doldurun. Hər iki əsərin məzmunu üçün ortaq cəhətdir. Deməli, 2 ortaq cəhət buna yazmalıyıq. Əsərlərin məzmununda müşahidə olunan fərqli cəhət isə 2 fərqli cəhətdə digər xanaya yazmalıyıq. Deməli, hər iki əsərdə də nə görürük? Balığın çətinliklə ovlanması, yəni balığın çətinliklə ovlanması. Belə bir fikir yaza bilərik. Sonra hər iki əsərdə də balıqçının əzmkarlığı var. Balıqçının sona qədər balıqla mübarizə aparması var. Hər ikisi sonunda balığı tuta bilir deyə bilərik. Sonra hər iki əsərdə də sonda balıqçının ovunun digərlərinin, ətrafdakıların marağını çəkməsi hissəsi var. Yəni bu kimi fikirlər yazıla bilər. Sonra fərqli cəhətlər nədir? Fərqli cəhətlərdən biri odur ki, biri Qoca və Dəniz əsərində okeanda tutulur balıq, qayıqla, yəni okeana açılır, digəri isə sahildə. Bu bir fərqli cəhətdir. Biri, yəni dedik ki, qayıqla çıxır, digəri isə sahildə ov eləyir. Biri balığı evinə apara bilir. Kim? Pinçuk. Pinçuk balığı evə aparır. Amma Qoca və Dənizdə qoca balıqçı bunu evə apara bilmir. Yəni evə aparmır. Belə bir ortaq cəhət yazıla bilər. Digər fərqli cəhət odur ki, qoca qayıqla açılır, digəri isə sahildə dedik ki, ov eləyə bilir. Sonra 89-cu suala baxaq. Burada nə qeyd etmək olar başqa? Deyə bilərik ki, hətta əsərdə fərqli xüsusiyyət olaraq da burada oxuyasınız, inşallah görəsiniz ki, orada köpək balıqları ilə qoca mübarizə aparmır. Məsələn, Pinçuk köpək balıqlarla mübarizə aparmır. Orada birbaşa elə balığı tutub dartıb sahilə atır. Amma digərində isə qoca köpək balıqlarla mübarizə aparır, eyni zamanda balığı qayığa bağlayır. Məsələn, bu da fərqli fikir olaraq yazıla bilər. 89-cu sualda nə deyir bizə? Mətndə işləmiş ilk bədii təsvir vasitəsini müəyyən edərək cədvəli doldurun. İlk deyir bizə. Diqqətli olaq. Qayıdaq mətnə. İlk dediyi üçün ən başdan oxumalıyıq mətni. Baxaq. Eyni zamanda təsvir vasitəsi vurğulayır. Yəni ifadə vasitələrini götürməyəcəyik. Balıq ipi əlindən dartıb aparırdı. Dərinlərə, gölün ortasına dartınırdı. 1-2 metr ip qalmışdı. Balıq isə hey dartınırdı. Pinçuk balığı saxlamaq üçün ipi 2 əlli barmaqlarına keçirdi. Nazik ip ətinə işlədi. Qamış tilovun başı yay təki əyilib sındı. İp yarım metrdə suya getdi. Baxın, burada nə gördük? Yay təki, yəni yay kimi. Nədir bu? Bənzətmə qoşması. Deməli, burada nə var? Təşbih. İlk bədii təsvir vasitəsini burada gördük. Deməli, buraya yazılacaq təşbih. Və nümunə olaraq da bu cümləni bu xanaya dolduracaqsınız və tam balınız gələcək.
90-cı sual nə deyir? Mətnin və Elçinin Talvar əsərinin forması seçilən üçün ortaq olan 3 fikir qeyd edin. Hər ikisi də baxın epik növdədir, yaza bilərik. Epik növdədir. Hər ikisində də təhkiyə, təsvir əsasdır. Hər ikisi nəsrlə yazılmışdır. Hər ikisinin süjet xətti var. Süjet xəttinə malikdir. Və s. Yəni bu kimi fikirlərlə də cavabımız düzgün olur. Oldu, sağ olun. Bu cür yəni izahların da davamı gələcək inşallah.